Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve tevella salihin. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Ve sallallahu aleyhi ve selleme salaten ve selamen. Daimeyn mutelazimeyn ile yevmiddin. Allahümme enfa'ni bima allamtana ve allimna ma yenfa'ni ve zidni ilme. Sonra şeyh Usul kitabından axırıncı bablar da artıq. Sonra növbəti kitab gəlir. Yeni bir bab açaraq gətirir ki, bəb İzəltəqa xitanəni. İki xitanın belə deyək də yaxınlaşması. Yəni ki, iki dənə övrətin yaxınlaşdığı halda qusul düşür yoxsa yox. Belə bir bab açır. Bu Hüreyrədən gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. İzə cələsə beynə şuabihəl ərba' thumma cəhədəhə fəqad vəcəbəl qusul. Əgər deyir ki, qadının dörd əzası arasında oturarsınızsa, sonra cəhd edərsinizsə, artıq qusul vacibdir. Bəzi tərcümədə onu daxil olaraq yazıblar. Əgər daxil edərsənsə də. Amma baba fikir ver, qarşılaşarsa, iltəqa. Məsələn, qrammatika qayıtsaq deyir ki, İzəltəqa səkinən və yaxud səkinəyni. Aleksandroyikada. İki sukun qarşılaşarsa, keçmiş deyə qrammatikada biri kəsrələnir. İki sukun qarşılaşarsa. Demir ki, iki sukun bir-birinə daxil olarsa. İltəqa, yəltəqi, iltiqaun. Bu, qarşılaşmaq deməkdir, görüşmək deməkdir. Məsələn, deyir, liqa. Məsurun bir liqaik. Səninlə görüşməyə şadam. Yəni, xata deməyim, lakin bələğat baxımından desək, daxil olmaq mənası daşımır orada. Daxil aydındır da məsələ. Daxil olanda qusul düşəcəkdir. Yəni, bunu keçmişik bablarda, daxil olanda qusul düşəcəkdir. O aydın məsələ. İnsan şəhvəti bitdisə də qusul düşür. Lakin burada dəyməkdən məsələ gedir. İltəqa, görüş dedikdə, yəni dəyməkdən məsələ gedir. Və ona görə də bəzən baxırsan ki, tərcümələrdə daxil olur yazılır. Yenə də doğrusunu Allah bilir. Gətirir ki, bəb İzəltəqəl xitanəni, yəni xitan racil və xitan mər'a. Yəni burada qəsd olunan deyil, qadının övrəti ilə kişinin övrətinin daxil bir-birinə görüşməsi və yaxud da yanaşması və ya birləşməsi. Yəni bu mənaları daşır. Və zəlikə ənə racil vəl mər'atı kiləhumə yuxtətənəni. Yəni buradan da görünür ki, qadın və kişi hər ikisində xitan olur. Xitan nədir? Sünnət ola bilir. Xitan deyil, mənaca burada tərcüməcə desək, qrammatiki desək ki, qrammatikadan iki sünnətlik yaxınlaşarsa. İki sünnət olmuş yaxınlaşarsa. İki dəridən təmizlənmiş yaxınlaşarsa. Bu mənalar nədir? Daşıyır. Biz bildik ki, övrətin adı övrətdir, zəkərdir ərəbcə. Aydındır. Yəni, xitanən dedikdə iki dənə sünnətlik qəsd olunur. Aydındır. İki sünnətlik. Və buradan da görünür ki, şəriətdə qadına da sünnət var. Qadına sünnət var. Hətta Misirdə və isti ölkələrdə bu baş verir. Bunun baş vermə səbəblərini də İbn Teymiyyə rahiməhullah gətirir ki, buna urful dik deyirlər əslən, bilən başa düşülməsi. Urful dik, yəni xoruz pipiyi. Xoruz pipiyi deyilən bir şeydir. Soyuq ölkələrdə çox balaca olur. Ona görə ziyniyə düşmək şeyi çox azdır. Lakin isti ölkələrdə çox olduğuna görə isti səbəbdən onlar sünnət olunur ki, nəyə düşməsin? Ziyniyə düşməsin. Bəzi alimlər yəni belə gətirir. Gənə də doğrusunu Allah bilir.
وقد اختلف علماء رحمه الله في ختان بالنسبة للرجل والمرأة فقال بعض أهل العلم إنه واجب على الرجال والنساء. Alimlər bu haqda deyir, ixtilaf ediblər. Bəziləri deyir ki, istər kişi olsun, istər qadın olsun, hər ikisinə də vacibdir. Sünnət olması vacibdir. Və niyə görə bu məsələni gətirir? İndi şeyx deyəcək axırda. فقال بعض أهل العلم إنه واجب على الرجال والنساء وقال آخرون إنه ليس بواجب على الرجال ولا على النساء. Bir qismdə deyir ki, xeyr, nə kişiyə, nə də qadına vacib deyil. Sünnət olması, bəli, vacibdir. Bunu gətirənlər də var. Hətta deyir, وَالْأُنْثَى الجَّمِيعِ نَقَلَ هَذَا اتفاق شيخ الإسلام ابن تيمية رحمه الله تلاميذه ابن قيم وابن حزم من مراتب الإجماع. Yəni İbn Qeym və tələbəsidir bunlar, onu şəriətdən görürlər ki, nə olmalıdır? Sünnət olmalıdır. Hər bir halda şeyx gətirir ki, وَتَوَسَّدَ قَوْمٌ قَالُوا إِنَّهُ وَاجِبٌ عَلَى الرِّجَالِ مُسْتَحِبٌ فِي حَقِّ النِّسَاءِ. Yəni orta olaraq götürsək, orta olaraq bəziləri gətirir ki, kişilərə vacib, qadınlara isə müstəhəbdir. Kişilərə vacib, qadınlara isə müstəhəbdir. وَذَلِكَ لِأَنَّ الرَّجُلَ لَهُ قُلْفَةٌ وَهِيَ جِلْدَةٌ مُغَطِّيَةٌ لِحَشْفَةٍ. Kişilərdə qulfə olur. Qulfə nədir? Sünnətliyin başında dərinin olması, cildin olması. O təmizlənir ki, o xitan hökmünü daşısın. Xitan hökmünü daşısın. Əgər qulfə təmizlənməsə, bəzi alimlərə görə xitan hökmünü daşımır. Dəri var ki, sünnət olunur, təmizlənir. Əgər o elə davam edər, böyüyərsə, dərin artıq uzun olarsa da, o qarşılaşdığı halda xitan hökmünü daşımır. Bəzilərinə görə artıq nədir? Deyil, qusul açıqda deyil. Şimdi çatdı, açıqda deyil. Yəni xitan o deməkdir ki, dəri təmizlənməlidir ki, övrət yeri açıqda olsun. Açıqda olduğu halda xitan daşıyır. Açıqda olmadığı da xitan hökmünü daşımır. Yəni bunu deyən alimlər də var. Ona görə deyək, qulfə hansı kidir, o dəri oradan təmizlənməlidir. Çünki deyir, orada problemlər baş verəcəkdir. Başda deyir, bövlün, yəni yüngül ayaq yolunun orada dəri ilə övrətin başında qalmasında böyük bir xəstəliklər əmələ gətirir. Hətta o cür yaxınlaşma qadınlarda böyük problemlər çıxar, uşaqda böyük problemlər çıxardır. Yəni ona görə deyir, onu mütləq deyir, nə etmək lazımdır? Təmizləmək lazım, çünki murdar orada qalır. Sən nə qədər eləyirsən elə, yəni murdarlıq artıq nədir? Övrət yerində qalır. O da böyük bir xəstəliklərə gətirib çıxardır. Yəni ən böyük, yəni ki, Allahın verdiyi bir nemətlərdəndir ki, yəni sünnət olmaq bütün hər bir şeydən təmizləyir. Yəni kafirlərdə baxırsan da nə gündədirlər yəni. Və ona görə də xəstəliklər, hər cür şey var. Lakin o təmizlənməlidir ki, həm qadına, həm də özünə zərər verməsin. Fasar xitan fi haqqi raculu vacibən. Bilmək lazımdır ki, haqq olaraq deyir, kişiyə vacibdir. Kişiyə vacibdir. Lakin deyir, qadın elə deyil. Liannəl xitan mər'ati innən və min əcəl yuxaffəfə qilmətəhə. Yəni deyir, buradan da görünür ki, bayaq öncə də vurğuladıq, qadının da sünnətin olması onun şəhvətini yüngülləşdirmə hökmü daşıyır. Aydında yüngülləşdirmə. Şəhvət yüngülləşir, zəifləyir. Bəzən elə sünnət olunur ki, qadın ümumiyyətlə ərə getmək istəmir. O qədər zəifləyir. Ona görə alimlər gətirir ki, o istəyə qayıdır. İstəsə elətdirə bilər, istəsə yox. Ona görə eləmək, yəni ki, üzərinə düşə bilməzsən ki, eləməlisən. Vacibdir və s. Bəzi bölgələrdə var. Hətta Azərbaycan bəzi bölgələrdə var ki, onu davam elətdirirlər. O adəti davam elətdirirlər, belə deyək. Yəni min əcli yuxafili qavvətü şübhə lə tənzəliqu vəraəhə. Və alə kulli həl və yəcub fi haqqi rical və nisə
Əllə yaxtinəhum illə mən kənə zi xibrati qalu. الخبرة وحذق لأن məsələti xatir. Bu deyir, yəni qabiliyyət, ustalıq və yaxud da ki, insanın özündə olan məsələlərdən deyir, dolayı baş verir. Çünki deyir, məsələ çox təhlükəlidir. Məsələ çox təhlükəlidir, ona diqqət eləmək lazımdır. وأما الحاذق فما كان بسبب اختان فلا شيء عليه وإن كان خطأ فإنه ضامن. والفرق هو أنه إذا كان هذا الرجل ختن هذا الصبي ولم يتجاوز محل قطع ولن تضاعف معه جرحه حتى هلك فإن كان هذا خاتن لا يضمن لأنه ترتب على فعل مأذون وما ترتب على فعل مأذون وهو غير مضمون. وأما لو أخطأ فتجاوز قطع محل عادة فحينئذ يكون خطأ والجانية لا يغتفر فيها خطأ من حيث ضمان. ولهذا من قتل إنسان رجلا خطأ وجبت عليه الدين لأن إتلاف الأموال والأنصر لا يختلف فيه خطأ والعمد إلا في الإثم فقط. Deyir ki, bəzən böyük halında sünnət eləyirlər və bəzən bu hallar ölümə gətirib çıxardır. Qanaxmanı saxlaya bilmirlər, ölümə gətirib çıxarda bilir deyir. Ona görə uşaqkən sünnə etmək boş yerə deyilmir deyir. 6-cı, 7-ci gündə, 7-ci gündə belə. Yəni bu boş yerə deyildir. Ona görə uşaqkən sünnət etmək hər bir tərəfdən deyir rahatçılıqdır. Məsələn, böyüyə sünnət eləyəndə həm onun canı yanır, həm belə deyir, hissi olaraq, həm mənəvi olaraq canı yanır, qəlbi yanır. Amma uşağın yüngül olaraq, hissi olaraq keçirir və bir-iki günə nə edir? Sağalır. Bəzən şeyx gətirir ki, deyirlər ki, uşaqdır, canı yanacaqdır, o bir il keçsin, bu şeylərə diqqət eləməyin, əksinə eləyirsiniz. Böyükdükdən sonra, böyüyəndən sonra var, insan var 20 yaşında, 18 yaşında, 25 yaşında sünnət eləyir. Nə qədər insanlar ölür. Bax, fikir ver, deyir. Əgər sən deyir, buna sünnət etsən, bu ölərsə də, demək onu öldürmüş kimi sayıla bilərsən, deyin verəcəksən. Nədir? Qan pulu, qan haqqı verəcəksən. Çünki sən bilirsən ki, ölmə ehtimalı var bunun. Ona görə məsələ xatir da, təhlükəlidir deyil. Yəni, qıraqdan yüngül baxma məsələyə. Əgər deyirsən, bunu kəssinsə, bu öldüsə də, sən bilirsən ki, bu böyüyəndən sonra ehtimal var bunun ölməyində. Qanaxma elə damar balaca bir şey deyil, yəni o əməliyyatdır. Orada hər an nədir? Durmaya bilər qan. Və yaxud da damarı kəsə bilərsən. Və s. və ilə artıq ölərsə də, sən burada deyin şeyin daşıysan. Yəni ki, Azərbaycan dilində şey deyirlər də, diyet. Deyin deyəndə, yəni diyet hökmü daşısan. Deyin əslən şey mənasında, boş mənasında gəlir. Yəni ərəbcə diyətu gedir. Yəni ki, diyet vermək, diyet ödəmək, qan haqqı ödəmək, qan pulu ödəmək. Ona görə ola bilər sən bu hökmü daşıyıb ona qan pulu ödəyə bilərsən. Bir həkim kimi, bir cərrah kimi və s. və ilə. Ona görə boş yerə deyil ki, şeyx gətirir ki, bunu uşaq vaxtından nə etmək? Xitan etmək. Yəni ki, sünnət etmək. O bəzən deyir, gətirir ki, insan deyir, ağrıya bilər. Yetərlə uşaqdır deyir, sibyandır, ağrıya bilər, amma 1-2 gün sonra nə edir? Artıq rahatlaşır. Bir də var ki, böyüyəndə. İndi deyir, məşhurdur deyir, bax gör, böyüyəndə, özün deyir, bax, fikirləş, böyüyəndə deyir, o ağrı çox ola bilər uşaqda, yoxsa uşaq vaxtı, təbii ki, böyük vaxtı. Həm belə canı yanır, həm də belə nədir? Əziyyət çəkir. Ona görə ümumi qayda olaraq burada nədir? 2 qadının və kişinin övrəti bir-birinə dəyərsə qusul vacibdir. Qusul vacibdir. İstəyir orada şəhvət baxımından, şəhvətsiz və yaxud da ki, məni gəlsin, gəlməsin və yaxud da ki, belə deyir, nazil etsin, etməsin, hər bir halda dəydisə də qusul düşür, qusul düşür. Lakin bəziləri bu hədisə
söykənir, deyəcəm onda. Yəni sonra gətirir ki, əgər deyir qadının 4 əzasında oturarsınızsa, 4 əza deyəndə 2 əlləri, 2 ayağı qəsd olunur. 2 əli, 2 ayağı qəsd olunur deyir. Artıq orada oturarsınızsa nədir? Düşür. Cəhd gəlir, cəhd eləyərsənsə. Yəni cəhd nədir? Hələ daxil olmayıbdı, amma cəhd eləyirsən. Dəydisə də qusul pozulur. Yəni hökm orada odur. Cəhd eləsən belə hökm odur ki, qusul pozulur. Lakin deyir, gətirirlər ki, hədisdir. Bəzi hədislərdə gəlir ki, Osman radiyallahu anh soruşurlar ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bu haqda ki, əgər deyir, yaxınlaşan amma məni yoxdursa, deyir, qusula ehtiyac yoxdur, dəstəmaz alsın, kifayət eləyir. Bunu öncəki dərslərdə keçmişik. Başqa bir hədisdə gətirir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, cima etdiyin halda, yaxınlaşdığın halda, əgər nazil etməyibsənsə, yəni qurtarmayıbsansa da, məhz elədiyin yerləri yu, yəni övrət yerini yu, dəstəmaza kifayət eləyir. Bu hədislərin ikisi də nəsx olunub. Yəni bunu yadda saxlayın ki, hədis səhih də olsa, nə olubdur? Nəsx olunub, qüvvədən düşübdür. Hansı hədislə? Əgər qadının 2-4 əzası arasında oturarsınızsa, cəhd edərsinizsə, sizə qusul vacibdir. Bu hədislə, bu 2 dənə hədisi neynədilər? Bu hədis o ikisinin hədisini neynədi? Hökmdən saldı. Və lakin bundan istifadə edən var. Öncə dedim, yəni vacib deyənlər də var, müstəhəb deyənlər də var. Lakin istifadə edənlər, amma belə götürək, istifadə edənlərin mötəbərliyi nədir? Zəifdir. Yəni mötəbər deyil. Çünki səhih hədis varsa da, neynir onu? Hökmdən salır. Və ona görə də məsələ şeyx çəkidir, xatirdir, qorxuludur. Ən üstünü odur ki, elə bir şey baş verərsə, qusul al. Bəli, qusul al. Hətta başqa bir hədisdə gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Ayşə radiyallahu anh, yəni heyzli halda örtünürdü. O halda da Peyğəmbər sallallahu əleyhi və səlləm yaxınlaşırdı. Yəni həmən yeri örtürdü və insan o vaxtda yaxınlaşa bilər, dəyməmək şərti ilə. Buradan istinbat çıxardır ki, dəyməmək şərti ilə insan öz zövcəsinə yaxınlaşa bilər. Ola bilər qadın heyzli haldadır. Yəni o haldadır, yəni övrət yerini bağladıqda kişi yəni öz zövcəsinə yaxınlaşa bilər. Dəyməmək şərtilə. Dəysə hər bir tərəfdə haramdır artıq. Heyzli halda yaxınlaşma hökmü daşıyır, haramdır. Və ona görə Ayşə radiyallahu anh deyir ki, orada Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, nədir? Özünü, yəni belə deyək də, qoruyan idi. O şeylərdə deyir, möhkəm idi. Sonra yeni bir kitab açılır, Heyz kitabı. Burada kifayətlənək. Allah Subhanahu bizə istifayədən onlardan etsin. Subhanakallahumma və hamdik, əşhədu an la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.